Unit testləri yazmağa davam edəcəyik və mən istəyirəm ki, unit test, yəni JUnity və test engine-i biz sırf öyrənək, amma praktika üçün ayrıca bir sayt olacaq, bir platforma olacaq. Praktikanı həmin platformada edəcəyik. Hal-hazırda yalnız öyrənməklə məşğuluq, praktika ilə yox. Belə bir sayt var, internetherakuapp.com. Mən bu saytın linkini yerləşdirəcəm videoda. Burada biz istənilən elementlə işləyə bilərik. Məsələn, drop down var. Drop down nədir? Belə bir element seçimidir. Daha sonra checkbox olmalıdır. Hardasa bayaq görmüşdüm. Aha, checkboxes var. Harasa quş qoya bilirsiniz, yığışdıra bilirsiniz. Və gəlin bu elementlərin unit testlərini yazaq. Baxın, bu ayrıca bir elementdir. İzolə olunmuş şəkildə. Və mən bura tıkladığımda burada quş var ya yox, quş qoyuldu, yəni check olundu yoxsa yox, unit testində bunu yaza bilərəm. Gəlin bunu edək. Linkimi kopyalayıram. Keçirəm proyektə. Burada yeni bir class yaradıram. Və adını qoyuram C2 aşağıdan xətt Heroku. Artıq main metod yaratmıram. Test annotasiyasını yaradıram. Və belə bir metod yaradacağım. Public void unit tests deyək ki. Unit testlərimizi burada saxlayacağıq. Mən əvvəlcə bura URL yazmaq istəyirəm. String URL bərabərdir. Belə bir şey edəcəm. Əslində bunu class leveldə də edə bilərəm. Burada da saxlaya bilərəm. Belə daha yaxşıdır. Və burada biz unit testlərimizi yazacağıq. Amma yazmazdan öncə başqa annotasiyaları da bilməliyik. Hansıları bilməliyik? Fikir versəz, hər testimizin içində bu 3 və yaxud da bu 5 kodu yazırıq, 5 sətri yazırıq və təkrar gedir. Təsəvvür edin ki, mən bu annotasiyadan bir neçə ədəd istifadə edə bilərəm. Yəni burada bir ədəd daha edə bilərəm. Yeni metod açacağam. Public void test deyək ki 2. Və bu cür mən istədiyim qədər edə bilərəm və hər bir testimin içində bu 5 sətri kopyalıb yapışdırmalıyam. Bu təkrarların olmasını istəmirəm. Və onun qarşısını almaq üçün mən başqa annotasiyalardan istifadə edəcəm. Bunlardan birincisi before metoddur. Hər bir testdən əvvəl hansısa metod işə düşməlidir. Yəni, mən belə bir məntiq yazmalıyam ki, mənim hər bir testim, deyək ki 5 ədəd testim var və hər test işə düşməzdən öncə mən quraşdırmaq istəyirəm nəysə. Bunun üçün mən @ yazıb before istifadə edəcəm. Before class yox, before metodundan izah edəcəm fərqləri nədir. Və burada yazıram public void setup. Buna setup deyirlər. Və kopyaladığımı buraya yapışdıracağım. Yəni bu 5 sətri kopyalayaq. Buraya yapışdıraq. Bu driver get əslində bizə lazım deyil. Aha, bu 4-ü bizə kifayət edir. Bu deməkdir ki, mən artıq testimin içində bunu yazmalı deyiləm. Və nə qədər testim olur olsun, hər bir testimdən əvvəl bu metod işə düşəcək. Yəni baxın, bu metod işə düşəcək, sonra bu. Sonra başqa testimdən əvvəl bu, sonra başqa testim. Belə davam edəcək. Və mən burada deyirəm ki, driver.get deməliyəm. Amma driverim tanınmır. Çünki driverimin skopu hardadır? Buradadır. Ona görə də mən driver variable'ının skopunu class level'ə çıxartmaq üçün bunu buradan kəsib buraya yapışdırmalıyam. Və burada sadəcə bunu silirəm ki, bu hissədə yalnız update olunsun. Bu update olunsun. Və burada mən driver.get metodundan artıq istifadə edə bilirəm. Linkim nə olacaq? URL. Ki, hər dəfə bunu təkrar yazmam. Driver.get URL gedəcək həmin sayta. Gəlin bir daha sayta baxaq. Sayt bu cür açılır və mən daha sonra nə etməliyəm? Hansısa bir elementi götürməliyəm. Deyək ki, gəlin birinci checkboxdan başlayaq. Bu düyməni mən buradan kopyalamalıyam, adresini tapmalıyam. Baxın, A ref var. A bilirəm ki, nədir? Linkdir və mən link textdən istifadə edə bilərəm. Checkboxes. Burada nə edirəm? Web element checkbox link bərabərdir. Driver.find element by.link text və kopyaladığımı buraya yapışdırıram. Checkboxes. Daha sonra nə edirəm? Checkbox linkə klik etməliyəm. .click. Həqiqətən də mən burada checkbox'a klik etməliyəm ki, keçsin bu birisi səhifəyə. Bu birisi səhifəyə keçdikdən sonra 2 ədəd test yazacağam. Birinci testim yoxlamalıdır ki, avtomatik olaraq ikinci checkbox işarələnibmi yoxsa yox. Yəni ikinci checkbox'un
adresini tapaq. Və nədir? Input type checkbox. Bunu mən aşağı gətirmək istəyirəm. Ctrl F-ə basıram. Tagi nədir? XPath yazacağam burada. XPath. Tagi nədir? Input. Atributu nədir? Type. Atributun dəyəri nədir? Checkbox. Və 2 ədəd element tapdı. Baxın, bu birincisidir. Bu ikincisi 1, 2. Mənə ikincisi lazımdır. Ona görə də mən nə edirəm? Burada sadəcə 2 yaza bilərəm. Belə. Bunu buradan kopyalayıram. Baxın, belə göstərim sizə də aydın olsun. Bunu buradan kopyalayıram. Keçirəm proyektimə. Və burada deyirəm ki, web element checkbox nömrə 2 bərabərdir. Driver.find element by.xpath və kopyaladığımı buraya yapışdırıram. Nöqtəli vergülü qoyuram. Deyirəm ki, indi baxın test yazacağam ki, bu nömrə 2 olan, baxın bu nömrə 2 olan bu səhifəyə keçdiyim zaman avtomatik işarələnib yoxsa yox. Yazıram burada assert true olmasını gözləyirəm, işarələnməyinin true olmasını gözləyirəm və deyirəm ki, checkbox nömrə 2 is selected. Bu dəfə is selected. Və gəlin testimizi indi işə salaq. Mən buradan testimi işə salmama baxmayaraq, həmişə JUnit gedib baxacaq ki, görüm before metodu var yoxsa yox. Və fərqi yoxdur, mən bu before'u burada yazdım, yoxsa getdim burada yazdım. Hər zaman əvvəlcə before, hər metoddan öncə before işə düşəcək. Testimizi run edirik. Və bir şey unutmuşuq, amma onu da düzəldəcəyik. Çünki burada dayandı, özümüz bağlamalıyıq və deyir ki, testim keçdi. Necə sübut edə bilərəm ki, həqiqətən testim keçdi? Sadəcə burada assert true-nun yerinə assert false verə bilərəm ki, həmin element, deməli, aktual result nədir? Aktual nəticə nədir? Həmin element işarələnib, gözlənti isə nədir? İşarələnməyib. Testimizi run edirik. Mən də hələ də digər monitorda asılır, hələ baxa bilmədim buna. Və bağlayıram. Və mənə deyir ki, testim keçmədi. Baxın, üzərinə basıram. Bunları açmalıyam. Gəlin baxaq. Assertion fail. Assert true, assert false. Və testim keçmədi. Yəni, bu məntiqlidir. Çünki element əslində işarələnib. Amma mən deyirəm ki, gözləntim nədir? Element işarələnməyib. Bunu qaytaraq. True edək. Və before metodumuzu sadəcə səliqəli olsun deyə yuxarıdan yazaq. Daha sonra bizim testimiz bitdiyimizdə biz hər zaman nə edirik? Brauzerimizi bağlayırıq. Amma mən əgər gedib assertion'ın sonunda driver.quit desəm, baxın bu driver.quit desəm, bir ədəd başqa test yazsam, gedib onun da axırında driver.quit deməliyim. Hər bir testimin sonuna nəsə etməliyim. Necə ki, hər testimdən əvvəl nəsə edə bilirəm, eləcə də hər testimdən sonra nəsə edə bilərəm. Bunun üçün yeni bir annotasiya istifadə etməliyəm. After. After class yox, sadəcə after. Və bunun adına çox vaxtı tear down deyirlər. Tear down. Və deyirəm ki, hər bir testimdən sonra nə etməlisən? Driver.quit etməlisən. Boşluqlarımızı silək, səliqəli olsun. Bunu biraz kiçildək və testimizi run edə bilərik. Yenə də fərqi yoxdur. After, before harda yazıldı. JUnit özü bilir ki, nə zaman istifadə olunmalıdır. Və fikir verdiksə, automation testimiz bitdi. Bu oldu unit test. Bu is selected checkbox üçün istifadə etdik. Amma eyni qaydada mən bunu nə üçün istifadə edə bilərəm? Radio button olmalıdır burada haradasa. Gəlin belə axtarım. Radio. Aha, olmadı. Radio button belə bir şeydir. Biz bunu seçə bilirik. Və bu radio butonun seçilməyini də biz is selected metodu vasitəsilə tapa bilərik. Sadəcə mən bu saytda tapa bilmədim radio butonu. Amma radio butonu belədir. HTML dərsində göstərmişdim və onun seçilib seçilməməyini biz is selected metodu ilə tapa bilərik. Unit testi ümumiləşdirmək istəyirəm. Unit test nədir? Sadəcə hər hansısa bir element oradadır. Element basıla bilirmi? Basıldıqda nəsə çıxanda o element görsənirmi? Seçilibmi? Və s. tipli çox xırda izolə olunmuş komponentlərin testi nəzərdə tutulur. Və hər hansısa bir elementin tərkibində olan mətn filan şeydir, yoxsa yox.
Bir dərs mən praktikaya ayıracağam təbii ki, biraz uzun olacaq, amma edəcəm. Unit test belədir. Başqa nəyə yoxlaya bilərik? Məsələn, bu checkbox elementi tapmışıq. Checkbox nöqtə qoyduğum zaman is yazıram. Baxın, is displayed, enabled və selected var. Enabled nədir? Bəzi düymələr sönə bilər, düyməyə basa bilmirsiniz və həmin elementin sönülü olub olmamasını yoxlaya bilərsiniz. Məsələn, is enabled element yanıb verir. Mən nə edə bilərəm? Bunun əgər false-dursa, assert false edə bilərəm. Baxın, assert false və bunu buradan kopyalayıb bura verirəm. Nöqtəli vergül istəyirəm. Əgər bir element sönübsə, yəni basmaq olmursa, disableddirsə, o zaman mən false-dan bunu yoxlaya bilərəm. Deməli nədir? Elementin basıla bilmə bacarığı var, belə deyək. Basıla bilirsə, true yox, false verirsə, basıla bilmirsə və mən də gözləntim də false-dursa, o zaman testim keçir. Deməli, element basıla bilmir. Gözləntim false, aktual false, deməli testim keçdi. Yox, əgər element basıla bilirsə, aktual basıla bilirsə, testimin keçməsi üçün burada true yazmalıyım. İnanıram ki, bunu artıq başa düşdünüz.